Salam şagirdlər, bu videoda 8-ci siniflər üçün dərs vəsaiti 5-ci nəşr Güvənin kitabından faiz nisbət tənasüb mövzusunun A variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar. A variantının birinci sualından. Bizə verib x-in 8-ə nisbəti bərabərdir 3-ün 2-yə nisbət. Deyir, tənasübünü həll edin. Şöyle biz tənasübdə bilirdik ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Yəni 2-nin x-ə hasili bərabər olmalıdır 8-in 3-ə hasilinə. 2x bərabər 24 isə x bərabər 24 böl 2, yəni 12. Bizdən x-i soruşurdu, yəni tənasübü həll edin. Tapdıq 12. Cavabımız C variantı. İkinci sualda isə 2 tam 3'də 2'nin x-a nisbəti bərabərdir 3'də 1'in 1 tam 2'də 1'ə nisbəti. Yenə uşaqlar baxın, tənasübün orta həddi bu da kənar həddi. Yəni orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Sadəcə gəlin düzgün olmayan kəsət çevirəcəyik. 3'də 1 x bərabərdir 1 tam 2'də 1, yəni 2'də 3 vuraq 2 tam 3'də 2, yəni 3'də 2 3'üm 6 8. Düzdürmü? 3'lər ixtisar gedir. Bunun 4. Düzdür? Qalır 3'də 1 x bərabərdir 4. X bərabər 4 bölə 3'də 1. Yəni 4 vuraq 1'də 3. Bu da deyir 12. Cavabımız olur A variantı. Üçüncü sualda isə 0 dövrdə 2'nin x-a nisbəti bərabərdir 0 tam 6'nın, daha doğrusu 0 tam dövrdə 6'nın 9 olan nisbəti. Yine uşaqlar, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Bu nədir? 0 tam 90'da 2'dir, düzdürmü? Aha, 90'da 2 vuraq 9, düzdürmü? Bərabərdir. 0 tam 6 nədir? 0 tam dövrdə 6'dır. 9'da 6 vur x. Alırıq burada nə? 9'da 6'nı ixtisarləsək 3'də 2 qalır da, düzdürmü? Deməli 3'də 2x bərabərdir. Bu hasil nə eləyir? 10'da 2. Yəni 5'də 1. 10'da 2'ni ixtisarladım, qaldı 5'də 1. X bərabərdir 5'də 1 bölə 3'də 2. Yəni vuraq 2'də 3. O da eləyər 10'da 3. Cavabımız olar 0 tam 10'da 3. Cavabımız A variantı. Növbəti sual, yəni 4-cü suala baxaq. 8 kitabın qiyməti 28 manatdır. 12 kitabın qiyməti tap. Uşaqlar, nədir? Düz mütənasibdir. Onda tərs vuracaq. Yəni 8 vur x bərabərdir nəyə? 12 vur 28'ə. Burada alırıq nə? X bərabərdir 12 vur 28 böl 8. 4'ə ixtisarləsək 3 burada qalır. Qalır da 2. Bunu da ixtisarləsək qalır 14. 3'ü 14'ə vuranda eləyər 42 manat imiş. Cavabımız olar C variantı. 5'də isə fəhlə 30 detalı 8 günə hazırlayırsa, deməli 30 detalı neçə günə? 8 günə hazırlayırsa. Aha. 75 detalı neçə günə hazırlayar? X günə. Bu nədir? Düz mütənasibdir. Yəni 30 detalı 8 günə hazırlayırsa, 75 detalı daha çox günə hazırlayar. Düz mütənasibdə tərs hasilləri bərabərdir. Düzdürmü? Yəni 30 vur x bərabərdir 75 vur 8. Buradan alırıq. X bərabərdir 75 vur 8 böl 30. 15'e ixtisarləsək 2 burada qalır. 5 burada. Bundan da bunu ixtisarləsək 4 burada. 4 vur 5 eləyər 20 günə. Cavabımız olar B variantı. 20 günə hazırlayır. 6-cı sualda isə avtomobil 225 km yol getmək üçün 18 litr yanacaq sərf edirsə. Baxın uşaqlar, 225 kilometrə 18 litr sərf edir. 400 kilometr məsafə getmək üçün daha çox istifadə edəcək. Düzdür, 18'den çox istifadə edəcək. Neçə litr yanacaq sərf edər? Yenə düz mütənasibdir. Yəni 225'e 18 ise 400'e daha çok olacak. Onu demek ki artanda artırsa, azalanda azalırsa olur düz mütənasib. Eğer
artanda azalırsa, azalanda artırsa bu olur tərs mütənasib. Deməli, düz mütənasibdə dediyi tərs hasilləri bərabərdir. Yəni 225 vur x bərabərdir 400 vur 18. Gəlin ixtisarlayaq, x bərabərdir 400 vur 18 böl 225. Gəlin 25'e ixtisarlayaq. Burada qalır 16. Düzdürmü? 16. Burada qalır neçə? Deməli 25'e ixtisarlayacaq, düzdür? Qalır 9. Bununla da bu hissəyə qalır 2. 2'nin 9 16'ya vuranda eləyər 32 litr. Cavabımız olar B variantı. Sonra keçirik 7-ci suala. 10 fəhlə bir işi 35 günə. 10 fəhlə 35 günə işi görür. Bu işi 7 fəhlə neçə günə görər? Aha, uşaqlar bura bir diqqət edin. Bayaqdan düz mütənasibdən gəlirdik. Amma burada tərs mütənasib asılılığı var. Niyə və hardan bilirik bunun tərs mütənasib olduğunu? Diqqətlə qulaq asın, zəhmət olmasa. 10 dənə təsəvvürlüyün özünüzü düşünün. 10 dənə fəhlə gətirmişsiniz həyətə və 35 günlük işlər var. Bəs 7 dənə fəhlə olsa bizim günümüz artacaq da, düzdürmü? Çünki 10 fəhlə 35 günə görürsə, 7 fəhlə 35 gündən çoxa görəcək də. Nəm 40 günə, 45 günə, hər neçə günə bilmirik də. İndi tapacaq onu, düzdürmü? Əgər bax dedim ki, işçi sayı çoxdursa, gündə bəllidir. İşçi sayı azalarsa, işin görülmə vaxtı azalırsa olur düz mütənasib. Əgər işin belə deyək, görən işçilərin sayı azalırsa, görülən günün sayı artırsa olur tərs mütənasib. Tərs mütənasibdə düz hasilləri bərabərdir. Yəni 7 vur x bərabərdir 10 vur 35. Burada 7x bərabər 350, x bərabər 350 bölü 7. 350'nin 7'ye bölündə düşər 50 gün. Sən demə 7 fəhlə 50 günə həmin işi bitirərmiş. Cavabımız olar C variantı. Növbəti, yəni 8-ci sualda isə bizə verib ki, 4 işçi 12 günə işi görür. 6 işçi neçə günə görər? X günə. Baxın 4 işçi 12 günə, 6 işçi daha tez görəcək. Və bu olacaq nə? Yine tərs mütənasib. Tərs mütənasib düz asılıdır. Yəni düz hasilləri. 6 vur x bərabərdir 4 vur 12. Burada alırıq. X bərabərdir 48 bölü 6. O da eləyər 8. 8 günə. Baxın 6 işçi 8 günə işi görüb bitirərmiş. Cavabımız olar B variantı. 9'da isə deyir 120 ədədi 3, 4 və 5 ədədi düz mütənasibdir. Yəni onu 3K, 4K və 5K ilə düz mütənasibdir. Hissələrə bölünmüşdür. Alınan ədədlərin ən kiçiyini tap. Ən kiçiyi 3K olacaq da. K-nı tapıb 3'ə vursaq ən kiçiyi olacaq. Gəlin biz toplayaq 3K üstə 4K üstə 5K-nı. Görək 120 hansı hissələrə bölünüb. Bərabər gətirək 120'yə. Bu cəmliyi neçə? 12K bərabər 120, K bərabər 120 bölü 12. Tapıram 10. Düzdür? Baxıram K 10'dur və hansı nisbətlərdə bölünmüşdür? 3K, 4K, 5K. 3K, yəni 3 vur 10 eləyir 30, 4 vur 10 eləyir 40, 5 vur 10 eləyir 50. 30, 40, 50'nin cəmi həqiqətən 120 günü bizə verir. Deməli, alınan ədədlər 30, 40, 50 nisbətində bölünmüş. Bu deməkmiş. Alınan ədədlərin ən kiçiyini tapın. Ən kiçik olar 30. Cavabımız C variantı. 10-cu sualda isə 70 ədədi 5, 9 nisbətində 2 hissəyə bölünmüşdür. Baxın uşaqlar, 5K üstə 9K bərabərdir 70. Düzdür? 2 hissəyə bölünüb də deyir. Tapırıq buradan 14K bərabərdir 70. K bərabərdir 70 bölü 14. Yəni 5. Biri 5K idi. Yəni 5 vur 5 eləyir 25. Biri də 9K idi. 9 vur 5 eləyir 45. Deməli 70 ədədi 5, 9 nisbətində bölündə 25'in 45'e
25'in 45'e nisbətində, yəni 25 və 45 olaraq 2 hissəyə bölünür. İndi bizə deyir alınan böyük ədəd tapın. Böyük ədəd nə oldu? 45. Yəni B variantı. Daha sonra 11'də isə 3600 ədədi 5, 6, 7 nisbətində bölünmüşdür. Yəni 5K, 6K plus 7K'nın cəmi deyir 3600. Buradan alırıq cəm nə eləyir? 6, 7, 13, 18K bərabərdir 3600. K da bərabərdir 3600 bölü 18, yəni 200. Tapdıq K-nı. Bizə deyir alınan ədədin ən kiçiyini tap. Ən kiçiyi hansıdır? 5K-dır, düzdürmü? Yəni 5 vuraq 200. Bu deməkdir ki, neçə? 1000. Deməli, ən kiçiyimiz 1000 imiş. Yəni D variantı. 12'də isə X, Y və Z ədədləri uyğun olaraq 5, 7, 9 ədədləri mütənasibdir. Baxın uşaqlar. X deyir 5K'dır, belə deyil, düşünək də. Y 7K'dır. Çünki burada uyğun olaraq deyil. Yəni X 5'ə aiddir, Y 7'yə aiddir, Z isə 9'a aiddir. Bu deməkdir. Z isə 9K'dır. Aha, bizə deyir X ilə Y-in cəmi 24 olarsa, X ilə Y-imiz nədir? Yəni 5K ilə 7K'nın cəmidir 24 olarsa Z tapılır. Buradan nə tapırıq? 5 ilə 7'nin cəmidir 12K bərabərdir 24. K'nı tapmaq üçün 24'ü 12'yə böləcək. Tapırıq 2. İndi K'nı tapdıq. Bizə nəyə soruşur? Z'i tapın. Z nə idi? 9K. Yəni 9 vur 2. Deyir 18. Cavabımız oldu C variantı. Bu qədər rahat yəni. 13'də isə 156 ədədi 2, 3 və 4 ədədlərlə tərs, uşaqlar bura diqqət edin, tərs mütənasib hissələrə bölünmüşdür. Yəni o 2'də 1x 3'də 1x və 4'də 1x olaraq tərs mütənasibdir. Düz mütənasib desəydik, neyəcəkdik? 2x, 3x, 4x eləyəcəkdik. Və yaxud 2k, 3k, 4k. Amma bizə 2'də tərs mütənasib dediyi üçün, üzrlü sayı, tərs mütənasib dediyi üçün, biz ona görə tərsin, yəni 2'nin tərsini yazırıq. 2'də 1, 3'ün tərsi 3'də 1, 4'ün tərsi 4'də 1 olaraq hissələr bölünmüşdür. Alınan ədədin ən böyüyünü tap. Ən böyüyü nə olacaq? Təbii ki 2'də 1x olacaq. Çünki bunlardan, yəni 2'də 1, 3'də 1, 4'də 1'in içində ən böyüyü 2'də 1'dir. Bunu tapacağıq. Gəlin baxaq. 2'də 1x üstə gələk 3'də 1x üstə gəl 4'də 1x bərabər neçə idi? 156. Ortaq məxrəcimiz nədir? 2'yə 3'ə 4'ə 12 təbii ki. 12'ni böləndə bu deyir 6x üstə gəl 4x üstə gəl 3x. Bərabər 156. Burada alırıq 13x bərabərdir 156 vur 12. X bərabərdir 156 vur 12 böl 13. Düzdür? 13 ilə 156'nı ixtisarləsək qalar 12. 12'ni 12'yə böldürək 144. Biz x'i tapdıq 144. Bizə ən böyüyün deyir. Yəni 2'də 1 x'i. 2'də 1 vur neçə? 144. O da eləyər 72. Cavabımız olan uşaqlar C variantı 72. Baxaq 14-cü suala. Yenə deyir 47 ədədi bu ədədlərlə tərs mütənasiblərə bölünmüşdür. Uşaqlar o deməkdir 3'də 1K, 4'də 1K və 5'də 1K demək. Tərs mütənasib deyir də, düzdürmü? Yəni bunların cəmi 5'də 1K'nın cəmi neçədir? Deyir 47'dir. Sadələşdirək. 3'ə 4'ə 5'ə əkop nədir? Yəni ortaq məxrəc nədir? 60'dır. 60'da 3'ə bölüsü 20K, üstə gəl 15K, üstə gəl 12K. Bərabərdir 47. Cəm eləyir 32, 47. 47K bərabərdir 47 vur 60. Buradan K'nı alırıq nə? 47 bölü 60 bölü 47. Böləndə elə K bərabərdir qalır 60. Düzdür? K'nı tapdıq. İndi bizə nə deyir? Alınan ədədlərin ən böyük ən kiçiyin fərqini tapın. Uşaqlar ən böyük budur, ən kiçik budur. Yəni 3'də 1K ilə 5'də 1K'nın fərqini tapacağıq. Bu deyir neçə? 15'də 5 çıxar 2K. 15'də 2K. Yəni bunu tapsaq kifayətdir. İndi K'nı 60 tapmış. 60'ı buracıyıq.
15'də 2-yə. Bu da eləyəcək 4 2 8. Cavabımız C variantı olar. 15'də isə 15'də isə Bakı və Şəki arasındakı məsafə 300 kilometrdir. Miqyası 1'in 600 min olan xəritədə bu məsafə nə qədər olar? Aha, uşaqlar miqyas nəyə bərabər idi? Deyirdik ki, miqyas xəritədəki məsafə bölək həqiqətdəki məsafəyə. Belə deyək, məsafə. Bax, miqyas xəritədəki məsafə, bax, x ona yazdım da, x yox. Xəritədəki məsafə bölək həqiqətdəki məsafəyə. Yəni, baxın, xəritədəki məsafəni biri bölüblər 600 minə, 600 min, düzdürmü? 600 min, bəli. Bu olub miqyas. Və deyir ki, Bakı və Şəki arasındakı məsafə 300 kilometrdir. Və bizə ümumi məsafəni S yazalım da, məsafəni verib 300 kilometr. 300 kilometr neçə metrdir? 300 yanında 1000 metr. Bizdə baxıram ki, cavabı santimetrlə verdiyinə görə mən bu metrdə santimetr çevirəcəm. Olacaq neçə? 300 min 300 min yanında neçə? 0. 2-dən 0. Düzdürmü? 2, 4, 6, 7 dənə 0. Düzdürmü? Deməli 300 milyon. Oldu nə? Santimetr. İndi bizə uşaqlar bax, xəritədəki məsafən bizə nə soruşur? Xəritədə bu məsafə nə qədərdir? Bax, xəritədə bu məsafə nə qədərdir? Xəritədəki məsafəni bilmirik da. Həqiqətdəki məsafəmiz var. Yazıram bax bu. Həqiqətdəki məsafə. Düzdür? Bu bizim miqyasımızdır da. Bax, bu cavab bizim miqyasımızdır. Yazıram onda xəritədəki məsafə bölək həqiqətdəki məsafə, yəni 300 milyon 3, 4, 5, 6. Düzdürmü? Bərabərdir nəyə? 600 mində 1-ə. İndi buradan nəyi tapacaq? Xəritədəki məsafə tapacaq bərabər. Çarpaz vursaq, tənasübünü atsaq. Deyir 300 milyon. Deməli 3, 2, 3, 3, 6. Bölək 600 min. Bu olacaq xəritədəki məsafə. Gəlin sıfırları silək. Deməli 5 dənə burada var. Buradan da 3, 2, 5'ini silək. Qalsın 3000. Bölək 6. 3000 də 6'ya bölək 500. Həm burada sıfırın birini artıq yazmışım. İnşallah üzürlüsən. Bakın burada 2, 4, 6, 7 tane sıfır var. Burada da 2, 4, 6, 7 tane sıfır olmalıdır. Düzdürmü? Deməli 5'in sildiği qaldı 300. 300'ü də 6'ya bölündür 50 santimetr. Cavabımız olar D variantı. 16'da isə deyir həqiqi ölçüsü 20 kilometr. Bax həqiqi məsafə yazıram. Həqiqi ölçüsü 20 kilometr. Kilometr. Bunu çevirək metrə. 20 min. Bu oldu metr. Santimetre çevirisi yanına 2 dənə 0 yazacaq. 20 min yanında 2 dənə 0. Bu oldu santimetr. Düzdürmü? Bu həqiqətdəki məsafəsi oldu. Xəritədə isə xəritədəki məsafəsi isə deyir 5 santimetr. Düzdürmü? 5 santimetr. Uyğun olarsa miqyası təyin edin. Miqyası tapın. Uşaqlar miqyas nəyə bərabər dedik? Xəritədəki məsafənin həqiqətdəki məsafəyə nisbəti. Yəni 5 santimetrin həmin bu 2 milyona nisbəti. 3, 1, 2, 3-ə nisbət bərabərdir. 5'ə ixtisarləsək qalar 400 mində 1. Yəni 1 bölək 400 min. Cavabımız olar B variantı. 17'də isə deyir 250 faizi ədəd ilə ifadə edin. Uşaqlar faizi ədədlə ifadə etmək üçün faiz göstərən ədədi 100'ə bölmək kifayətdir. O da eləyəcək 2,5 ədəd olaraq ədəd. Yəni 2,5. Cavabımız olar A variantı. 18'də isə 3,4 faizi ədədlə ifadə edin. 3,4 faizi ədədlə ifadə edin. Yəni uşaqlar bölün 100'ə. 2 sıfır atıq 0'dan 0,34 ədəd.
0'dan 0,34. Cevabımız D variantı olar. Sonra 18, 19'da 0,8 ədədini faizlə, ədədi faizlə ifadə edəndə vuracağıq 100%. Bu da bizə verəcək 80%. Cevabımız olar A variantı. Sonra 20'də isə 19, daha doğrusu 20'də isə 5 tam 4'də 1 ədədini faizlə vuracağıq 100'ə uşaqlar faizə. 5 tam 4'də 1 nə deməkdir? 4'də 21 vur 100 deməkdir. Qısa gedir 25. 25'i 21'ə vuran neçə eləyər? 25'i 21'ə vuranda deməli deyim də 14'də 1 neçə eləyir? 5. Gəlin vurum yaxşısı budur. 25 vur 21. Bir dəfə 25, iki dəfə 50. 525. 525 faiz. Cevabımız olar B variantı. Sonra uşaqlar 21'də isə 21'də ədədin 4'də 1'i ilə 5'də 1'nin cəmi bu ədədin neçə faizdir? Uşaqlar ədədimiz tutaq ki x-dır. Bunun 4'də 1'i 4'də 1 x-dır. 5'də 1'i isə 5'də 1 x-dır. Düzdürmü? 5'də 1 x-dır. Deyir ki, ədədin 4'də 1 ilə 5'də 1'in cəmi bu ədədin neçə faizdir? Bunların cəmi 4'də 1 x ilə 5'də 1 x-in cəmi neçə eləyir? 20'də 9x. Düzdürmü? Toplasaq 20'də 9x eləyir. Deyir ki, həmin bu x ədədi var idi ha, əvvəlki x ədədi. Deyir ki, cəmi burada dayandıq. Sonra yazılır, bu ədədin neçə faizidir? X deyir, bax, bu ədəd bunun neçə faizidir? Onda həmin bu 20'də 9x-i böləcəyik x-a vuracaq 100'ə. Tapacaq ki, neçə faizdir? Bu x-lar gedir. 20'də 9'u 100'ə var neçə eləyir? Deməli 5, 9, 5'im 45 faiz. Cevabımız olar D variantı. 45 faiz. Sonra baxırıq 22'yə. 120 ədədinin 30 faizini tapın. Uşaqlar 120 ədədinin 30 faizini tapmaq üçün ümumiyyətlə ədədin faizini tapanda biz ədədi faiz göstərən ədədə vurub 100'ə bölürdük. Sıfırları atsaq qalar 36. Cevabımız olar B variantı. 23'də isə 7'də 11 ədədinin 14 faizini tapın. Uşaqlar dedik ki, ədədin faizini tapanda ədədi vururduq faiz göstərən ədədə bölürdük 100'ə. Bu da eləyir 2, 22 böl 100. Yəni 0,22. Cevabımız C variantı olar. Sonra növbəti 24-cü sualda isə 24-cü sual bu tərəfdədir. Deməli 24, 45 faiz 18 ədəd tapın. Uşaqlar 45 faiz 18 ədəd tapmaq üçün biz ədədi faizə bölüb 100'ə vurmalıyıq. Yəni 18'i 45'ə bölüb 100'ə vurmaq kifayətdir. Ki, həmin ədədi tapaq. Görək, həmin ədədin 45 faizi 18 edirmişdir. Həmin ədəd hansıdır? Deməli, uşaqlar, 3'ə xüsərləsək, daha doğrusu 3'ə yox, 9'a xüsərləyək, 5 burada qalsın, 2 burada. 5 ilə 100'ü xüsərləyək 20, 20 də 2'ə vuranda eləyər 40. Cevabımız olar C variantı. Uşaqlar, bunu digər bir yolunda deyim. 45 faiz 18 olan ədəd tapmaq üçün tutaq ki 18 yoxdur. Bunu yoxdur, görmürsünüz burada. Yazıb ki 45 faiz olan ədəd tapın. Həmin ədəd olsun x. Onun 45 faizini belə tapırıq da. Ədədi 45'ə vurub 100'ə bölürük. Bərabərdir. Və baxırıq ki həmin ədəddə deyil 18. Buradan x-i tapanda nə edirik? 18'i bölürük 45'ə vururuq 100'ə da. Düzdür? Eyni şeydir. Yəni bunun çıxdığı yer, yəni hansı ki bax bu indi həll etdiyimiz yer buradan gəlir də. Başa bildik. Ona görə əgər bu yəni belə deyim də tutaq ki 45 faiz 18 ədəd tapamışsa, düşünün ki o ədəd x-dir. X-i bunun 45'ə bölün 100'ə bərabər götürün 18'ə kifayətdir. 25'də isə 20 faiz 16 ədədir. 16 bölü 20 vuraq 100. Neçə eləyər? 5, 5 16'ya vuranda eləyər 80. Cevabımız olar D variantı. 26'da isə 15 ədədi 50 ədədinin neçə faizidir? Uşaqlar baxın, 15 ədədi 50 ədədinin neçə faizdir? Yəni 50 ədədinin x faizi
nədir? 15'dir. Yəni həm də bu o deməkdir ki, 15 bölək 50 vuraq 100 deməkdir. Bu da neçə? 30. Və yaxud buradan tapsaq, x-a gedir 2, x bölü 2 bərabər 15 isə, onda x tapırıq 30. Hər halda 30% deməkmiş. Cavabımız oldu nə? 30% B variantı. Yəni hər iki üsulla, bu üsulla da bu üsulla tapa bilərsən. Sonra deyir ki, 0-dan 100-ə 2 ədədi 0-dan 100-ə 5 ədədinin neçə faizidir? Onda mən yazacağım nə? 0-dan 2 bölək 0-dan 5 vuraq 100. Düzdür? Bu bizim cavabımızı birbaşa verəcək. Deməli 100-əkini 100-ə vuranda eləyir 2. 2-ni 0,5'ə böləndə nə eləyir? 4 faiz. Cavabımız olar C variantı. 27'ye, daha doğrusu 27'ye baxdıq uşaqlar. 28'ə baxırıq. Hansı ədədin 70 faizi 200'ə... Aha, uşaqlar bura diqqət edin. Hansı ədədin 70 faizi 280 ədədinin 20 faizinə bərabərdir? Uşaqlar o olsun, həmin ədədimiz olsun x. Bunun deyir 70 faizini necə tapırıq? Belə. X-i vuruq 70'ə bölü 100'ə. Bu ədəd deyir bərabərdir 280 ədədinin 20 faizinə. Yəni 280 vur 20 bölü 100'ə bərabərdir. Buradakı 2 sıfırla bu sıfırları atıram. 28 2 evində 56. Yəni x-i 70'ə vurub 100'ə böləndə 56 edirsə, ixtisar aparsam nə edir burada? 7x bərabərdir 560, yəni 10'a vurdum. X-a bərabərdir 80. Deməli həmin ədəd 80'miş. Cavabımız A variantı olar. 29'da isə 29. 30 faizi 24 ədədini deyir 30 faizi 24 ilə 60 faizinə bərabər ədəd. Bu nə cümlədir? 30 faizi 24 ədədini 60 faizinə bərabər ədəd tap. İnşallah inanın ki cümlə düzgün deyil yəni. 30 faizi 24 yox. 30 faizini 24 ədədini nin demək istəyir. Yəqin ki 30 faizi 24 ədədinin ta ki 24 görə belə yazaq görəcək. 24 bölü 30 vur 100. Bu göyə nə eləyir? Bölü 80. 60 faizinə bərabər olanı tapırıq. Yəni 80 vur 60 bölü 100. Bu da eləyir 48. Cavabımız olar D variantı. Uşaqlar, əgər cavab D-dirsə, bu ədədinin demək istəyir. Yox, D deyilsə, onda cümlə səhvdir. Bilməm nə istəyir bizdən. Sonra 30'da deyir ki, 3 ədədi 75 ədədinin neçə? Deyir, 3 ədədi 75 ədədindən neçə faiz azdır? Aha. Uşaqlar, gəlin bunu belə yazaq. Əslində bir neçə üsuldan yazmaq olar. Böyükdən baladan çıxıb əvvəlkindən faiz nisbətindən tapmaq olar. Amma belə də yazmaq olar. Baxın, deyir 3 ədədi 75 ədədindən neçə faiz azdır? Gəlin 75 ədədinin x faizini tapaq. Bərabər götürək 3'ə. Görək o faiz nədir? Buradan tapırıq, ixtisarləsək 4, 3, 25 ixtisarləndə. Alırıq nə? 3x bərabərdir 4 vur 3, 12. X bərabər tapdıq 4 faiz. Düzdürmü? Deməli 75'in 4 faizi 3 eləyir. Düzdürmü? İndi bəs neçə faiz azdır indi? 75 ədədi. Belə də 3'dən nə qədər böldüm? Mən onda 100 faizdən çıxsam 4 faizi taparam 96 faiz azdır. Yəni 75'dən 3 ədədi 75 ədədindən 96 faiz azdır. Cavabımız olar A variantı. Bizə deyir ki, 3 tam dövrdə 3 ədədi 31'də. 3 tam dövrdə 3 ədədi, yəni 3 tam 9'da 3 deməkdir. Onu da ixtisarləsək 3'ə, 3 tam 3'də 1 deməkdir. Onu da düzgün olmayan kəsrə çevirsək 3'də 10 deməkdir. Yəni 3'də 10 ədədi 2 tam 100'də, daha doğrusu 2 tam dövrdə 2 ədədindən neçə faiz? Gəlin görək bu hansıdır? 2 tam 99'da 2 deməkdir. Yəni 99'da 2 ilə 99'un neçə eləyər? 198 eləyər, düzdürmü?
Onun üstüne 2 gəldi, 200. Aha. Deyir ki, bu ədəddən neçə faiz çoxdur? Düzdür? Gəlin baxaq görək neçə faiz çoxdur. Onda mən bu ədədi, yəni 99-da 200 ədədinin x faizini tapıram, bölürəm 100-ə, ədədin faizini tapan neyini? Bərabər götürürəm 3-dən 10-a. Görək nə tapsaq, üstünə gələcəyik. Deməli, burada tapıram nə? İxtisar eləsəm, burada qalır 2. Yəni, 99-da 2x bərabərdir 3-də 10. Burada x bərabərdir 3-də 10 vuraq bunun tərsi. Yəni, 2-də 99. Düzdürmü? Bununla bir üstə gedir, qalır burada 5. Bununla bir üstə gedir, 33. 33'ü 5'e vuranda eləyir neçə? 165 faiz. Düzdürmü? Biz faiz götürmüşdük. İndi özü 100 faiz idi. Olub 165 faiz. Neçə faiz artıq olub? 165 faizdən çıxıram 100 faiz. Tapıram 65 faiz çox imiş. Canımız olar D variantı. 32'də isə bizə deyir ki, uşaqlar 50 ədədinə 16 faiz artırsaq neçə alınır? Uşaqlar 50 ədədi özü neçə faizdir? 100 faizdir. Düzdür? Tənasüblə də yaza bilərik də. İndi 100 faiz artsa neçə alınır? X alınır ki, hansı ki bu da birbaşa yazıram 116 faizdir. Belə də tənasüblə tapa bilərik. Və yaxud 50-ni vuraram 16-ya bölərəm 100-ə. Buradan taparam nə? 8. Düzdür? İndi yəni 16 faiz artı hansı rəqəmdir? Daha doğrusu 50'nin 16 faizini tapdı. O aldı 8. İndi 50'nin üstüne 8 gəlsəm deyər 58. Bu 58 nədir? 16 faiz artandan sonraki ədəd. Cavabımız olar C variantı. Və yaxud uşaqlar toplamamaq istəyirsinizsə 50'ni vururuq. 16 faiz artırsaq 116'ya bölürük 100'ə. Bu o deməkdir. Bu. Buradan nə alırıq? 58. Cavabımız olar yine C'ni yazmışıq da. Cavabımız olar C variantı. Yəni iki üsulla tapa bilərsiniz. Ya bu formada tapın ya da bu formada. Ya 50'nin 16 faizini tapın, üstünə gəlin həmin 50'nin üstünə həmin ədədi gəlin. Ya da ki 50'nin birbaşa 16 faiz artırın. 100 faiz idi. 116'ya vurun bölün 100'ə. Birbaşa ədədi alacaqsa 58. 33'də isə görək nə deyir? 40 faizi 50 olan ədədi 4 faiz artır. Uşaqlar 40 faizi 50 olan ədəd hansıdır? 50 bölək 40 vuraq 100'dür. Düzdür? Həmin bu ədəd 4 faiz artırsa. Bu ədəd tapaq. Görək bu ədəd hansıdır? Nə alırıq? 500 bölək 4 edir 125. Həmin ədəd 125'dir. 125'i deyir 4 faiz artırsaq neçə alınır? 4 faiz artırsaq olacaq 104. Düzdür? 100 faiz özüdür. 4 faiz artırdıq. Böylece 104 bölü 100. Bu birbaşa bize cevabı verecek. 25'e ixtisarləsək 4 burada qalır, 5 burada. 104 de 4'e bölündə qalır 26. 26'ın da 5'e bölündə 130. Cevabımız olar C variantı. Bu qədər sadə. 34'də isə uşaqlar 500 manata alınan mal 500 manata alınan mal 5% ziyanla neçə manata satılır? Uşaqlar 500 manata satılır. Daha doğrusu alınıb. 5% ziyanla satılır. Yəni əslində bunu 5'e vurub 100'ə bölsək taparıq 25. Yəni 25 manat uduruqsa 500 manatdan 25 manat çıxır qalır 475 manat. 475 manata satılır deməkdir. Düzdür? Bu oldu cavabımız C variantı. Bunu qoyduq kənara, bu heç. Və yaxud uşaqlar 500 manata satılan mal 5% ziyanı nə deməkdir? 100% ilə satsaq 500 manata satarıq. Deməli 5% ziyanla satılır. Yəni 100 çıxar 5, 95% ilə satılır. Bölsə 100'ə. Bu birbaşa bizə cavab verəcək. 5'i 95'e böləndə 475. Yəni çıxmağa üstə gəlməyə ehtiyac yox. Belə tapa bilərsiniz. Yəni hər ikisindən tapa bilərsiniz. Sonra 35'də isə uşaqlar çalışıram 2 variantda, 3 variantda deyim, siz çaşmayın da. Yəni bu bir variant, ən sadəsi. Bu ikincidir. Ola bilər bunu yadda saxlaya bilməzsən, bundan daha asan yadda saxlaya bilərsən. Ona görə deyim ki, hər ikisini deyirəm ki, sizə keyfiyyətli alınsın. 35'də deyir 300 manata satılan mal, daha doğrusu alınan mal 7% xeyirlə.
Bax 300 manat alınıb 100% da 7% xeyir verib. Yəni 107-yə vurub bölsə 100-ə birbaşa bizə cavab verəcək. 3 vuraq nə? 107. 321 manat. Neçə manata satılır? 321 manata satılır. Canımız oldu variant. Sonra 36-ya baxırıq. 20% xeyirlə, bax x manatdır, 20% xeyir nə deməkdir? Vuraq 120 bölə 100-dür. 30 manata satılır. Yəni 20% xeyir gələndən sonra 30 manata satılır. Görə əvvəlki qiymət neçəymiş? Kitabın alış qiymətini tap. Buradan tapırıq nə? 300 böl 12. 12x bərabərdir 300. X də bərabərdir 300 böl 12. 312-yə bölünür neçə düşər? 2 dəfə 5 dəfə. 25 düşər. Deməli 25 manata alınmış. Canımız olar D variantı. Sonra 37-də isə burada isə 10% zərərlə 270 manata satılan paltonun alış qiymətini soruşur. Baxın uşaq 10% zərərlə o satılıb x manata. 10% zərərli, yəni 90%, düzdür? Yəni baxın 100-dən çıxdım 10%-i aldım 90%. Deməli o 90%-dən satılır hal-hazırda. Və neçə manatadır? 270 manat. Düzdürmü? Bərabərdir 270. Buradan tapıram nəyi? Xüsusiləsəm 2700 bərabər 9x, x bərabərdir 300. Deməli 300 manat imiş. Canımız oldu şey var. 300 manat imiş. 10% zərərlə satılanda 270 manata satılır. Paltonun alış qiyməti 300 manat imiş. 38-də isə hər il qoyulan məbləğin 20% qədər artım verən banka qoyulan 1000 manat pul 3 ildən sonra nə qədər olar? Uşaqlar baxın. Əslində bankların istifadə etdiyi sadə faiz artımı düsturu var hal-hazırda. Yəni hər birimizin istifadə etdiyimiz banklar bu texnikdən istifadə edirlər. Yəni bu düsturdan istifadə edirlər ki, baxın hər il qoyulan məbləğin deyir 20% qədər artım verən banka qoyulan 1000 manat pul 3 ildən sonra nə qədər olar? Gəlin bunu sadə üsulla yazaq uşaqlar. Baxın hər il qoyulan məbləğin 20% qədər artım verən banka qoyulan 1000 manat pul. Baxın birinci il 1000 manat vuraq. 20% qədər artım verir də, düzdürmü? Bölə 100. Nə qədər? Neçə eləyir bu? 200 manat. Deməli birinci ilin sonunda 1000 manat üstə gəl 200 manat. Deyir 1200 manat. Düzdür? Yəni birinci il bitəndə 1200 manat bankda pul olacaq. Yəni qoyulan pul 1000 manat oldu 1200 manat. İkinci il nə qədər olacaq? Deyir hər il əvvəlki ilin, yox, hər il qoyulan məbləğin bura baxaq. Aha, ikinci ildə eləyəcək də 1200 manat pul. Düzdürmü? Yoxsa? İkinci ildə yenə 1000 manat puldur. Yenə 20%-ni tapıb bölü 100-ə. Bu yenilik 200 manat. Və üçüncü ildə eyni qayda olaraq 200 manat artım verir. Deməli birinci ildə 200 manat, ikinci ildə 200 manat, üçüncü ildə 300 manat. Deməli üçüncü il bitəndə 1200 üstə gəl 200 üstə gəl 200. Düzdür? Yəni bu birinci il idi, ikinci il, üçüncü il. Olacaq 1600 manat pul. Deməli 3 ildən sonra qoyulan 1000 manat pul 1600 manat olacaq. Cavabımız olar B variantı. Yəni hər il 200 manat artıq verirsə 3 ilə 3 vuraq 200. Eləcə 600 manat. 1000-in də üstünə 600 gəlir, 1600 manat. Sonra 38-ə baxırıq. Hər il qoyulan, yox, 39-a baxırıq üzrə. Bax 30 neçə? 38-ə baxırdıq, bəli. 39-da isə hər il əvvəlkinin 20% qədər artım verən. Aha. Uşaqlar, birinci il 2000 manat pul, 2 ildən sonra nə qədər olur? Baxın, 2000 manat pul qoyulub, 20% hər ilin sonunda nə olur? Artım olur. Bu il 400 manat. Deməli, birinci ilin sonunda 1400 manat pul olub bankda. Bizə deyir ki, diqqətlə oxun, hər il əvvəlki ilin 20% qədər artım. Əvvəlki birinci ilin sonu oldu 1400 manat, düzdür? İndi
2000 manat pul 2 ildən sonra nə qədər olar? İkinci ildə 1400 manatın, çünki deyir ki, hər il, bura diqqətlə baxın, əvvəlki ilin 20% qədər. Bu əvvəlki ildə, ikinci ilin əvvəli birinci il. Birinci il bu qədər pul olubsa, 20% qədər artım versə bu nə olacaq? 14 vuraq 20, 280 manat. Düzdür? İndi birinci il 1400 manat idi. İkinci il 280 manat da əlavə gəlib 1400-ün üstünə. Olub 1680 manat olub. Düzdürmü? Bu oldu ikinci il. İndi bizə nə deyir? 2 ildən sonra nə qədər pul olar? Ümumi qoyan 2000 manat pul. Nə qədər olar? 1400 manat, üstə gəl 1680 manat. Yoxsa daha doğrusu üzr istəyirəm. Uşaqlar, burada bir 7 yanlışlıq elədik. Üzr istəyirəm. Baxın, əvvəlcə çaşdım 1000 manatın üstünə gəldimi? Birinci il oldu 400 manat gəlir verdi. 2000 manat pul idi. 400 manata gəlir əldə edildi. Olub 2400 manat. Bu oldu birinci ilin sonunda. Birinci ilin sonunda oldu 2400 manat. Düzdür? Və bu 2400 manat ikinci il başlayanda yine 20% gəlir verdi. Bu oldu neçə? 480 manat. Düzdür? İndi 2400 manat idi. 480 manata gəldi üstünə. İkinci il nə qədər oldu? 2400, üstə gəl 480. Bu da 2880 manat. Düzdür? Deməli 2 ildən sonra 2880 manat pul olacaq. Cavabımız olar A variantı. 40-cı suala baxaq. 40. Deyir ki, paltonun qiyməti 200 manatdan 260 manata qalxdı. Paltonun qiyməti neçə faiz artdı? Şöyle baxın, paltonun neçə faiz artmasını bilmək üçün böyükdən balacan çıxıb, yəni 260-dan 200 çıxıb, neçə manatdan qalxıbsa o manata bölüb 100-ə vurmaq lazımdır. Bu qədər sadə. İxtisar gedir 2, 260-dan 200 çıxanda 60, 2-yə bölündü 30. Deməli 30% artırmış. Cavabımız olar D variantı. Şöyle bu qaydanı yadda saxlayın. Baxın, deyirsə ki, ta ki malın qiyməti filan qiymətdən filan qiymətə qalxdı və yaxud indi. Şaşırır, qalxdı və yaxud indi fərq eləmir. Onda böyükdən balacadan çıxıb əvvəlki hansı ki o hardan ki qalxıb və yaxud hardan ki düşübsə onu bölüb vuruq 100-ə. Bu bizə verir qalxdığı və yaxud düşdüyü faiz verir. 41-də isə deyir ki, malın qiyməti 150 manatdan 120 manata indi. Uşaqlar, baxın, hansı manatdan deyirsə, düşüb və ya qalxıb fərqləmir. Ona böləcəyik. Baxın, 150-dən çıxırıq 120-ni, bölürük 150-yə. Hansı manatdan deyirsə, o manata bölürük, vururuq 100-ə. Bu bizə düşmə faizini verəcək. Neçə eləyir? Deməli, ona xüsusiləsək 15 burada qalır, 10 burada. Burada neçə eləyir? 30. 30 15-ə bölündə 2, onu da vurunca 20% nə olub? Ucuzlaşır. Cavabımız olar C variantı. Uşaqlar, baxın, 42-də isə bizə deyir ki, ədəd 1.5 dəfə artmışdır. Ədədimiz olsun A, 1.5 dəfə artanda olur nə? 1.5A. A'dan 1.5 A'ya artıb da, onda biz 1.5 A'dan A'nı çıxıb A'ya bölüb 100-ə vursaq, bizə bayaqki kimi neçə faiz artıb onu deyər. Bu bizə nə verir? 1.5-dən 1 çıxanda deyir 0.5. 0.5 A'nı A'ya böləndə qalır 0.5. Onu da 50-yə vuran, daha da 100-ə vuranda eləyər 50%. Nə olub? 50% artım olub. Cavabımız olar A variantı. 43-də isə 43-də bizə deyir ki, deyir ədəd 2.5 dəfə azalmışdır. Ədədimiz olsun yenə A, 2.5 dəfə azalanda A bölə 2.5 edir, düzdürmü? Bu da 1 bölə 2.5 A deməkdir. O da 10 bölə 25 A deməkdir. Bunu da ixtisarləşdirib qalır 5-də 2A. Yəni əvvəl A idi, olub indi 5-də 2A. Nə deyir? Bu azalmanı faizlə ifadə edin. İndi uşaqlar baxın, A çıxaq, 5-də 2A bölək A vuraq 100. Bu bizə nə versə, o bizim cavabımız. Qalır 5-də 3A bölək A vuraq 100. A-lar ixtisar gedir. 5-də 3-ü 100-ə vuranda eləyər 60%. Cavabımız olar D variantı. 44-də isə
Ədədi 150% artırsaq, bu ədəd neçə dəfə artar? Neçə dəfə artar? Ədədimiz olsun yine A. 150% artırsaq. Deseydi 5% artırsaq ne edəcəkdik? 100'ün üstünə 5 gələcəkdi. İndi 150 deyir. Onda yazıram. A vuraq. 150% artır. 100% idi. Üstünə 150% gəlib. Düzdür? Bölə 100. Bu olur nə? 2,5A. Düzdürmü? A idi, olub 2,5A. İndi nə deyir? Bu ədəd neçə dəfə artmışdır? İndi A idi 2,5 olubsa, neçə dəfə artıb? 2,5 dəfə artıb da. Cavabımız olar C variantı. 45'te isə ədədi 75% azaltsaq, bu ədəd neçə dəfə azalar? Ədədimiz olsun A 100%'dir. 75% azaltsaq, qalar 25%. Düzdür. İndi A'nın gəlin 25%'ni tapaq, birbaşa birimiz cavabımızı verəcək. Eləcək 0,25A. İndi A idi, olub 0,25A. Neçə dəfə azalıb? Yəni A-nı 0,25A-ya bölsək, qalar 4'də 1. Yəni 4 dəfə azalar. Əvvəl 1 idi, indi 4'də 1 də belə düşünün. Neçə dəfə azalıb? Yəni burada əslində qalır nə? 4 qalır da, düzdürmü? 4'də 1 yox, üzr istəyirəm, 4 qalır. Neçə? 4 dəfə azalıb. Cavabımız olar C variantı. 46'da isə düzbucağın uzunluğunu 30% artırıb. Düzbucağımız bura olsun A, bura olsun B. 30% artırıb. A vuraq 1 tam necə uşaqlar baxın, niyə 1 onda istəyəcəkdim? 30% artıranda eləyir 130'lar. Özü 100%, üstünə 30 gəndə 130 deyil. A vuraq 130 bölə 100. 1 onda 3 A. Deməli A idi 1 onda 3 A olub. Yəni 1 onda 3 dəfə artıb. Aha. N-ni 25% artdıqda A vuraq 100 çıxar 25. Yəni 75 bölə 100. Buradan alırıq nə? 0,75A. Düzdür? Daha doğrusu B, üzr istəyirəm. Çünki uzunluğu B götürmüş. 0,75B. Azaltdıqda sahəsi necə dəyişər? Bunun sahəsi əvvəl nə idi? A vuraq B idi. Düzdür? İndi sahəsi nədir? Sahəsi 1,3A vuraq 0,75B. Bu neçə eləyir? 75B. Bu eləyəcək bizdə 0,975AB. Bu da 100'ə vursaq uşaqlar, ədədi faiza çevirsək, 100'ə vursaq eləyər 97,5AB. Uşaqlar əvvəl 100% idi, indi olub 97,5%-də belə deyim. Düzdür? 97,5. Nə qədər azalıb? Mən bundan 97,5% çıxsam, qalar 2,5% azalar. Cavabımız olar. Var mı elə bir cavab? Bəli, D variantı. Sonra 47'də isə düzbucağın uzunluğunu 10% artırır. Yine uşaqlar baxın. Gəlin bura x deyək, bura y deyək. 10% artırıb. Yəni y vuraq 110 bölə 100. Bu eləyir 1,1. Düzdür mü? 1,1. Y. Sonra artırıb. N'ini 10% artdırsa. N isə x-dir. Bunu 10% azaltsa vuraq 90 bölə 100 deməkdir. Düzdür mü? Tapırıq buradan nə? 0,9x. Aha. Sahəsi necə dəyişər? Bunun sahəsi nə idi? N vuraq uzunluq. X vuraq y. Bu 100% idi də, düzdür mü? İndi sahə nədir? 0,1 y vuraq 0,9x. Bu eləyir 0,9x y. Bunu da faiza çevirsək, yəni 100'ə vursaq eləyər 9x y. Düzdür? Bəli. 9 eləyir, düzdür mü? Aha. Yox, uşaqlar, üzrlüsən yenə səhv etdim. Baxın. Bu 1,1-dir. 0,1 deyil. 1,1
1,1 y vuraq 0,9 x. Bu idi nə? 0,99 x y. Bunu da 100'ə vursaq eləyər 99%. Əvvəl 100%-in 99%. Nə qədər düşüb? 1% azalıb. Cavabımız olar C variantı. 48-də isə kvadratın tərəfini bəli. Şöyle kvadratın bütün tərəflərinin eyni olduğunu bilirik də biz. Kvadratın tərəfi 20% artırsaq sahəsini dəyişir. Şöyle kvadratın tərəfi A-dır. 20% artırsaq vuraq 120 bölə 100 deməkdir. Onlar 1,2A. A idi, o 1,2A. Düzdür? Bunun sahəsi nə idi? A kvadrat. İndi yeni alınmış kvadratın belə düşünək də. Tərəfi 1,2A-dırsa sahəsi nə olacaq? 1,2 vur 1,2. Yəni 1,44A olacaq. Düzdür? İndi deyir ki, sahəsi neçə faiz artar? Vursam 100'ə taparam 144%. Əvvəl 100% idi, 144%. Nə qədər? 44% artıb. 44% artıb. Cavabımız olar C variantı. 49'da isə uşaqlar bizə deyir kvadratın tərəfini 30% artırsaq sahəsi neçə faiz artar? Uşaqlar yenə bax tərəfi A idi. 30%-dan A vuraq 130% bölə 100. Tapırıq 1,3A. Bu A olanda sahəsi A kvadratı idi. 1,3 olanda 1,3A'nın kvadratı. Yəni 1,169A kvadratı olur. Bunu da 100'ə vursam mənə faiz verəcək. 169% eləyəcək. Bu əvvəl 100% idi. Düzdürmü? İndi olub 169%. Nə qədər artıb? 69% artıb. Cavabımız olar D variantı. 50'də isə 80 qram 40% duz məhlulunda neçə qram duz var? Uşaqlar 80 qram 40%li duz məhlulunda nə qədər duz var? 32 qram duz var. Desə nə qədər su var? Biz 80'dən çıxacağıq 32'ni. Tapacağıq neçə? 80'dən 32 çıxanda qalır 48 qram da duz olar. Daha doğrusu su olar. Deməli cavabımızı tapdıq neçə? 32 C variantı. 51'də isə 12 kilogram suya 3 kilogram duz əlavə edilərsə neçə faizli məhlul alınır? Deməli 10 kilogram sudur, 3 kilogram da duzdur. Aha. Deyir ki 12 gram su 3 kilogram duz əlavə edilərsə neçə faizli məhlul alınır? Necə duz bölək su vuraq 100 deyildi uşaqlar. Duzumuz neçə kilogram? 3 kilogramdır. Yəni 3 bölək. Məhlulun ümumi kütləsi nədir? 12 kilogram və 3 kilogram. Yəni 15 kilogram. Yəni cəmi vuraq 100. Bu bizə məhlulun faizini verəcək. Deməli ixtisarla suyu 5'də 1, 100'ün 5'də 1'i 20%li məhlul alınacaq. Cavabımız olar B variantı. Sonra 52'də isə 30 qram 20% məhlul ilə 30'un 20%'ini tapaq. 30 vur 20 bölə 100. Tapdıq 6 qram nədir məhlul ilə? Aha. 20 qram 30% məhlul qarışdırda, yəni 20 vur 30 bölə 100'ü qarışdırsaq, bu da eləyir 6 qram. Neçə faizli məhlul alınır? Tapaq da 6 qram bu məhluldandır. 6 qram digərindən bölək. Ümumi məhlulun kütləsinə qədər 30 burada, 20 burada, 50 vuraq 100%. Bu bizə nə verəcək? 2 deməli. Bu 12'in 2'ye vuranda 24%li məhlul alınır. Cavabımız olaraq C variantı. Sonra 53'də isə 40 qram 10% məhlul ilə 40 vur 10 böl 100. Tapırıq 4 qram. 70, daha doğrusu 10 qram 70% məhlul qarışdırdıqda 10 vura 70 bölə 100. Burada tapılır 7 qram. Neçə faiz məhlul alınır? Yenə 7 üstə gələk 4 bölək ümumi məhlulun kütləsi. Bax 40 qram burada, 10 qram burada. Yəni 50 vuraq 100. Bu da neçə?
2, 7, 11 2 vuranda 22 faizli məhlul alınır. Cavabımız olar D variantı. Sonra 54-də isə 300 qram 20% duz məhluluna, baxın 300 qram 20% duz məhluluna, yəni 60 qramı nədir? Duzdur. Aha, duz. Neçə qram su əlavə etmək lazımdır ki 15% məhlul alınsın? Deməli 60 qramlıq duz bölək 300 qram üstə girək həmin o su vuraq 100% bərabərdir 15% məhlul alınır. Bərabərdir 15. Bunu sadələşdirsək kifayətdir. Tənasüblə açsaq 300 üstə gələk x vuraq 15 bərabərdir 60 vuraq 100. 6000. Buradan 300 üstə gəl x bərabər 6000 bölək 15 edir 400. Yox, üzr istəyirəm 400 yox. Bəli, 400 edir də yəni. Deməli 400 x bərabərdir 100. 100 qram su əlavə etsək nə olar? 15% məhlul alınır. Cavabımız olar B variantı. Sonra növbəti 55-ci sual gəlir. 55-ə isə baxaq, görək buradan nə eləyir. Deməli 200 qram 15% duz məhlulundan 200 qram 15%, 200 vur 15 bölə 100. Bölür 30 qram nə? Duz deyir də, düzdürmü? Duz. 30 qram duz. Neçə qram su buxarlanmaq lazımdır ki 20% məhlul alınsın? Yine uşaqlar, eyni qaydadır. Bu dəfə buxarlandırmalıdır. Bayaq su əlavə eləmişdik, məhlulun kütləsi artmışdı. Burada kütləni azaldacaq, məhlulun kütləsini azaldacaq. Yine duz 30 qramdır. Bölürük məhlulun ümumi kütləsinə, yəni 200 çıxaq x-a. Niyə 200-dən x çıxırıq? Çünki deyir duz məhlulundan neçə qram su buxarlandırmaq lazımdır. Bax, buxarlandıranda məhlulun kütləsi azalır. Ona görə yazıram. Bölək 200 çıxaq x. Vuraq 100 bərabərdir 20% məhlul alınır. Şu sadələşdirək. 30 böl 200 çıx x bərabərdir 20 böl 100. 20 100-ə bölündə deyir 10'da 2, yəni 5'də 1. Tənasüblə açsaq 200 çıx x bərabərdir 150, x bərabərdir 200 çıxaq 150. Eləyər 50 qram nə etmək lazımdır? Su buxarlandırmaq lazımdır. Cavabımız olar A variantı. Sonra 50 neçə idi? 6'ya baxırıq. 150 qram 20% duz məhlulundan deməli 150'ni vururam 20'ye bölürəm 100'ə. Tapıram 30 qram duzdur. Neçə qram duz, duz məhlulundan neçə qram duz əlavə məhluluna olar, dan olmaz. Cümləni də düzgün yazılır. Məhluluna neçə qram duz əlavə etmək lazımdır ki 25% məhlul alınsın? Aha. Deməli 30 qram bizim duzumuzdur. Üstünə biz hər hansı miqdarda duz əlavə etsək. Böləcəyik nəyə? Böləcəyik məhlulun ümumi kütləsinə. Yəni 150 üstə gələk x-a həmin əlavə elədikdə duz əlavə elədik. Vuraq 100 bərabərdir neçəyə? 25% olsun. Görək bu bizə doğru verərmi? Deməli 30 üstə x bölə 150 plus x bərabərdir 25 bölü 104'də 1. 120 üstə gələk 4x bərabərdir 150 plus x-a. Deməli, açsaq bu üzə 120 üstə gəl 3x bərabər 150, 3x bərabərdir 30, x bərabərdir 10. 10 qram duz əlavə eləsək, həmin məhlulun üzərinə, yəni duzun üzərinə 10 qram əlavə duz əlavə etsək, nə olar? 25% məhlul alınır. Cavabımız olar C variantı. Sual 57'də isə sual 57. 2 ədəddən birinin 25%, digərinin 75%-nə bərabərdir. Uşaqlar 2 ədəd götürək. Biri olsun x, biri olsun y. Birinin deyir neçə faizi? 25%. Yəni x-in 25%,
Biri 0,25x. Y-in 75%-nə bərabərdir. 0,75y. Yəni 0,25x bərabər 0,75y. Hər tərəfini 100-ə vursuq, yəni 25x bərabər 75y. Hər tərəfini 25-ə bölsək, x bərabərdir 3y deməkdir. Düzdürmü? Bura qədər başa düşdük. Deyir ki, bu ədədlərin böyüyü 108 olarsa, böyüyü hansıdır? Budur ki, böyük 108 olarsa, deməli x 108-dirsə, onda 3y bərabər 108-dirsə, y də bərabər tapıram 36. Düzdürmü? Bunu tapıram 36, bu isə 108-dirsə deyir. Aha. Kiçiyini tapın. Cavabımız olar 36 B variantı. 58-də isə cəmi 24 olan 2 ədəddən uşaqlar 2 ədəd götürəm. 1x, 1y. Cəmi isə deyir 24 olan 2 ədəddən birinin 35%, digərinin 85%-nə bərabər. Yəni 35x bərabərdir 85y. 5-ə ixtisarləsəm hər tərəfi qalır burada 7x bərabərdir. Necə 5-ə ixtisarlayır, düzdür? 17 y. 7x bərabərdir 17 y. Aha. Bu ədədlərdən kiçiyini tap. Uşaqlar, əgər 7x 17y bərabərdirsə, gəlin bunun hər tərəfini 7-yə vuram. Yazıram 7x üstə 7y bərabər 7 vuraq 24. Düzdür? Bu 7x-in əvəzinə yazıram 17y. 17y üstə gəl 7y bərabər 24 vur 7. Burada alıram nə? 24y bərabər 24 vur 7-dirsə, onda y bərabərdir bu bölə 24, yəni 7. Y-i tapdıq 7. İndi y 7-dirsə, x nə olar? X bərabər 24 çıx 7, yəni 17. X 17, y isə 7. İndi bizə nə deyir? Bu ədədlərin kiçiyini tapın. Kiçiyi olar 7. Cavabımız C variantı. 59-cu sualında isə alış qiyməti 10 manat olan ayaqqabını neçə manata satmaq lazımdır ki 30% qazanc əldə edilsin? Uşaqlar, deməli alış qiyməti 10 manat olan ayaqqabını neçə manata satmaq lazımdır ki 30% qazanc əldə edilsin? Aha. Deməli 10 manat aldığımız ayaqqabını x manata satırıq, bölürük 100-ə, bərabərdir nə qədər 30% qazanc əldə edib. Yəni 130 manat olur da, belə deyək. Yoxsa yanıldıq? Yox. 30% gəlir əldə olunub. Onda onu yazmayaq. Yazaq ki 10 manata alınan ayaqqabını deyir, neçə manata satmaq lazım? 30%. Onda 10 bura 130, yəni 30% qazanc əldə edirik. Faiz bölə 100. Bərabər tapılır nə buradan? 13 manat. Deməli 10 manata olan ayaqqabını 13 manata satsıq, 30% qazanc əldə etmiş olaraq. Cavabımız olar alır yəni. Və yaxud uşaqlar baxın, 10 manat idi, indi olub 13 manat. Yəni 13 çıxaq 10 bölək 10 bura 100. Burada nə tapırıq? 30%. Düzdür, bəli, doğrudur. Sonra 60-da isə yoxlayırdım bundan sadəcə. 60-da isə 220 manata alınan palto 264 manata satılarsa neçə faiz? Deməli 264 çıxaq 220 bölək 220 vuraq 100. Bu qədər manata satılar. Bu bizə nə verər? Sürətdə verir 44 bölək 220 vuraq 100. İxtisar ise 22'ye, burada 2 qalır, burada 10 qalır. Bir de ixtisar ise 5'te 1. 100'ün 5'te 1 eləyir 20%. Ne olar? 20% qazanc əldə olunur. Cavabımız olduğu A variantı. Bu kadar uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. 60'a kadar yazdığım ümumi 120 sualdır. Çünkü artık bura baxın 1 saatdan böyük bir müddətdir ki, mən artıq video çəkirəm. İndi növbəti suallar da get-gedə çətinləşdiyi üçün, yəni çətinləşdiyi deyərkən, yəni
bir misala daha çox vaxt sərf edəcəm onda. Burada bəzi suallar var ki, məsələn 30 saniyəlik idi. Orada məsələlər olacaq ki, 1-2 dəqiqə gedəcək. Ona görə gərək mən 3 saat dayanmadan danışam. O da ki, boğazım dözmür, üzrlü hesab edin. 60 dənə. Növbəti testdə də inşallah, yəni növbəti videoda da növbəti 60 dənə videonu çəkəcəm inşallah. Uğurlar olsun uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun.